Sümük ağrılarınız varsa, səbəbi D vitamini azlığı ola bilər. D vitamini bədənimizdə kalsiumun sümüklərə daşınmasına kömək edir. Əgər bədəninizdə D vitamini azlığı varsa, sümükləriniz yavaş-yavaş zəifləməyə başlayır. Özəlliklə diz, oynaq və bel hissənizdə ciddi şəkildə sümük ağrıları formalaşır. Bəs D vitamini bədənimizdə niyə azalır? Bilirsiniz ki, biz D vitamini əsasən günəşdən, daha sonra isə qidalardan qəbul edirik. Əgər siz günəşə çox çıxmırsınızsa və D vitamini ilə zəngin olan qidalardan, məsələn, kən yumurtası, ət, toyuq və süd məhsullarından istifadə eləmirsinizsə, bədəninizdə D vitamini defisiti yarana bilər. Bədəninizdə D vitamini azlığının olub-olmadığını təyin eləmək istəyirsinizsə, siz D vitamini analizi verməlisiniz. Əgər verdiyiniz analiz 30 nanoqramdan aşağıdırsa, deməli bədəninizdə D vitamini defisiti var. Bu zaman siz həkim və əzaçıların tövsiyəsi ilə Multizan D3 50.000 vahid tabletindən istifadə edə bilərsiniz. Bildirim ki, məhsulun istifadə qaydası 8 həftədir və həftədə bir dəfə səhər yeməyindən sonra siz bir tablet qəbul eləməlisiniz. Özəlliklə öd kisəsində, mədə və bağırsağında problemi olan şəxslərə bu məhsul daha uyğundur. Çünki digər yağlı D vitamini preparatlarından fərqli olaraq bu məhsulun həm qoxusu yoxdur, həm də rahat şəkildə həzm olunur. Bildirim ki, 8 həftəlik müalicə kursu bitdikdən sonra siz D vitaminini dayandırmayın. Çünki qanınızda D vitamini kəskin şəkildə aşağı düşə bilər. Bu zaman siz Multizan D3-ün 10.000 vahid olan profilaktik dozasına keçin. Bu məhsulu da həftədə bir dəfə olmaqla səhər yeməklərindən sonra qəbul edin. Bildirim ki, Multizan D3 vitamini İngiltərə istehsalıdır və siz bu məhsulu bütün apteklərdən əldə edə bilərsiniz.